dövləti 16-17-ci əsrlərdə. Xəritəyə diqqət edək. Səfəvilərin birinci paytaxtı Təbriz. Gördüyümüz kimi Təbriz yerləşir Azərbaycan ərazisində. Azərbaycanın cənubunda Urmiya gölünün yanında. Sonra ikinci paytaxtı Təhmasibin dövründə köçürüldü Qəzvinə. Bu da Qəzvin Xəzərin cənubunda. Və bir də Abbasın dövründə köçürülən İsfahan. Paytaxtları qəşəng əzbərləyirik. Xəzər dənizinin şərqində Səfəvilər dövründə Şeybanilər dövləti mövcud olubdu. Səfəvlərin ərazisi ta ki bu qədər böyük bir ərazini əhatə edibdi. İran körfəzi Hörmüz deyilən ərazidə məhz buradadır. Gördüyümüz kimi. Deməli, Azərbaycan ərazilərinin Osmanlılar tərəfindən işğalından danışaq. Yeni müharibənin başlanmasından. 1576-cı ildə Səfəvi şahı 1. Təhmasibin ölümündən sonra hakimiyyətə 2. İsmail gəldi. 1576-77-ci illərdə hakimiyyətdə oldu. O dövlətin dayaqlarının möhkəmləndirilməsi, mərkəzləşdirmə siyasətinin həyata keçirilməsi üçün bir sıra addımlar atdı. Şah 2. İsmailin bu addımları Qızılbaş əyanlarını narazı saldı və bu səbəbdən Şah 2. İsmail sui-qəsd nəticəsində öldürüldü. 2. İsmail son dərəcə cəsur və qorxmaz insan idi. Dövlətin idarəsini tamamilə öz əlinə almağa başladı. 2. İsmail Şiə-Sünni məzhəblər arasında ixtilafa son qoymaq istəyirdi. Lakin onun sui-qəsd nəticəsində öldürülməsi bu tədbirləri yarımçıq qoydu. Hakimiyyət uğrunda gərgin mübarizədən sonra taxt tacı Məhəmməd Xudabəndə gəldi. Nə zaman? 1578-ci ildə. Neçə qədər hakimiyyətdə olub? 78-i tərsinə çevirək. 87, 78 tərsinə çevirəndə 87 Məhəmməd Xudabəndənin hakimiyyət illəri. Məhəmməd Xudabəndənin dövründə mərkəzi hakimiyyət daha da zəiflədi. Dövlət xəzinəsi boşaldı. Məhəmməd Xudabəndə biraz belə deyək, zəif hökmdar olubdu. Qızılbaş əmirləri ölkəni istədikləri kimi idarə etməyə başladılar. Bu dövlət idarəçiliyində vəziyyəti daha da gərginləşdirdi. Qızılbaş tayfaları arasında çəkişmələr gündən-günə artdı. Osmanlı dövləti Səfəvi dövlətində yaranmış vəziyyətdən istifadə etmək qərarına gəldi. Demək, Osmanlı Səfəvidə yaranmış vəziyyətdən istifadə etmək qərarına gəldi. 1578-ci ildə Osmanlı ordusu Amasya müqaviləsinin şərtlərini pozub Səfəvi sərhədlərini keçdi. Bununla da Osmanlı və Səfəvi dövlətləri arasında müharibənin ikinci mərhələsi 78-90 başlamış oldu. Müharibənin ikinci mərhələsi nə zaman oldu? 1578-də başladı. Neçə qədər davam elədi? 90-cı ilə qədər davam elədi. İlk döyüşlərdə Səfəvi qoşunu qalib gəlsə də, sonra vəziyyət Osmanlıların xeyrinə dəyişdi. Çıldır gölü yaxınlığındakı döyüşdə Səfəvilər məğlub oldu. Demək, Səfəvilər hansı döyüşdə məğlub oldu? Çıldır gölü döyüşünə məğlub oldu. Səfəvlərin məğlubiyyətinin əsas səbəbləri qüvvələr nisbətinin Osmanlı qoşunun xeyrinə olması və Qızılbaş tayfaları arasında birliyin olmaması idi. Demək, Səfəvlərin məğlubiyyət səbəbi nə oldu? Qüvvələr nisbətinin Osmanlı xeyrinə olması, eyni zamanda Qızılbaş tayfaları arasında birliyin olmaması idi. Səbəb-nəticə əlaqəsinə diqqət edək. Hərbi əməliyyatlar davam etdirən Osmanlı qoşunu Şirvanı ələ keçirdi. Deməli, Osmanlı qoşunu Çıldır gölündən sonra, döyüşdən sonra, qalib gələndən sonra hərbi əməliyyatları davam etdirir və Şirvanı ələ keçirir. Bu dövrdə Krım xanı Osmanlıdan asılı idi və Osmanlıdan asılı olan Krım xanı da 1578-ci ildə şimaldan yürüş edib Şirvana daxil olur. Səfəvlərin əsas qüvvələri Şirvanı azad etmək üçün hərbi əməliyyatlara başlayır. Ağsu çayı sahilindəki Molla Həsən adlı yerdə baş verən döyüşdə Krım xanının qoşunu məğlub olur. Şirvan azad edilir. Deməli, bayaqki döyüşdə, yəni Çıldır döyüşdə Səfəvi məğlub olur. Amma Ağsu çayı sahilindəki döyüşdə Molla Həsən, baxın, Səfəvilər dini dövlətdir. Yəni Molla dövlətidir, şiəliyi təbliğ ediblər. Molla Həsəndə mollalar qalib gəlibdir. Nə zaman? 1578-ci ildə Krım xanının qoşunu məğlub edirlər və Şirvan azad olunur. Deməli, Çıldırdan sonra Şirvan tutulur, Molla Həsəndən sonra Şirvan azad olunur. 1583-cü ildə Səfəvi qüvvələri Niyazabad döyüşündə Osmanlı Krım qüvvələrini məğlub edir. Deməli, elə Niyazabadda da Səfəvilər qalib gəlir, Osmanlı Krım birləşir, Osmanlı Krımı məğlub edir. Niyaz, Abad iki sözdür. Deməli, iki qüvvə var. Hansıdır? Osmanlı Krım qüvvələri. Hər ikisini məğlub edir Səfəvilər və Dərbəndə tərəf sıxışdırmağa nail olur.
Az sonra Osmanlı dövləti əlavə qüvvə yeridərək üstünlüyü ələ keçirdi. Demək, döyüşdə Səfəvi qalib gəlsə də, az sonra əlavə qüvvə yeridən Osmanlı üstünlüyü ələ keçirir. Nəticədə onların mövqeyi Şirvanda və Dağıstanda qəti möhkəmlənir. Deməli, gəlib Şirvanda və Dağıstanda qəti möhkəmlənirlər. Bundan sonra Osmanlı sultanı Şeybani dövlətini şərqdən Səfəvilərə qarşı müharibəyə başlamağa təhrik edir. Deməli, baxın, indi burada istəyir ki, Şeybanilər də şərqdən müharibəyə qoşulsun. Məqsəd nədir? Səfəviləri iki cəbhədə müharibə aparmağa məcbur eləməkdir. 1585-ci ildə Osmanlı ordusu Səfəvi torpaqlarına yeni yürüşə başladı və Təbrizi ələ keçirdi. Osmanlı sultanı işğal edilmiş torpaqların onlarda qalması şərti ilə süsut təklif elədi. Demək, 85-ci ildə Osmanlı Səfəvi torpaqlarına yeni yürüşə başladı, Təbrizi ələ keçirdi. Osmanlı sultanı işğal edilmiş torpaqların onlarda qalması şərti ilə sülh təklif elədi. Şah Məhəmməd Xudabəndənin oğlu Səfəvi qoşunlarının baş komandanı Həmzə Mirzə, Qoçaq Həmzə, Təbrizin Osmanlı dövlətinə verilməsi ilə razılaşmaq istəmirdi. O şəhəri azad eləmək üçün hazırlaşmağa başladı. Amma sui-qəsdən öldürüldü. Həmzə Mirzənin ölümündən sonra Səfəvilər dövlətində mərkəzi hakimiyyət son dərəcə zəiflədi. Bundan istifadə edən Osmanlı qoşunu 86-89-cu ildə Azərbaycanın böyük bir hissəsini işğal elədi. 10-cu sinifdə verilən məlumatdan deyirik ki, 1583-cü ildə Osmanlılar Çuxursəd vilayətini tuturlar. Demək, 1583-də Osmanlılar haranı tuturlar? Çuxursədi tuturlar. Çuxursəd də indiki İrəvan ərazisinə uyğun gəlir. Buranı Osmanlılar tutur. Və 1583 buranı tutandan sonra 1585-ci ildə də döyüş baş veribdi. Sufyan döyüşü olubdu. Burada da Osmanlıların sayca üstünlüyü Həmzə Mirzənin başçılıq elədiyi Qızılbaş qoşunlarını geri çəkilməyə məcbur edibdi. Yəni sayca üstün olan Osmanlılar Sufyanda uğur qazanıblar. Elə məhz bayaq qeyd etdiyim kimi Sufyan döyüşündən sonra Osmanlılar gəlib də Təbrizi tutubdular. Deməli, 1585 Sufyandan sonra Təbrizi tuturlar. Şəhər əhalisi şiddətli müqavimət göstərir. Bu da Osmanlı paşasını qəzəbləndirdiyi üçün Yeniçərilərə şəhəri talan etməyə əmrini verir. Şərqdə ən böyük bazar olan Qeysəriyyə bazarı da yandırılır. 1586-cı ildə Həmzə Mirzə Osmanlılarla sülh danışıqlarına başlayır. Deməli, bu danışıqlarda Həmzə Mirzə deyir ki, Təbriz Qızılbaşlarda qalsın. Amma Qarabağda Həmzə Mirzə sui-qəsdən öldürülür. Bundan sonra danışıqlar yarımçıq qalır. 86-89-da da Azərbaycanın böyük bir hissəsi kimlər tərəfindən tutulur? Elə Osmanlı tərəfindən, Osmanlı Sultanı 3-cü Muradın qoşunu tərəfindən tutulurdu. Bu zaman Səfəvi dövlətinin zəifləməsinə və Osmanlı ilə müharibə aparmasına kim istifadə edir? Şeybanilər istifadə edir, Xorasanı işğal edirlər. Xəritədə 1588-89-cu il verilibdir Şeybanilərin işğalı. Məhz bu ərazi Xorasan ərazisidir. Bu ilin mix sualında müzakirəli suallardan, səhv sual hesab olunan suallardan idi. Baxın, 1588-89 verilibdir ki, bu dövrdə Xorasan ərazisi işğal olunubdur. Danışaq Şah 1-ci Abbasdan, Şah 1-ci Abbasın hakimiyyətə gəlməyindən. 1587-ci ildə Səfəvi dövlətində saray çevrilişi baş verir. Məhəmməd Xudabəndi hakimiyyətdən kənarlaşdırılır. Onun oğlu 16 yaşlı Abbas Şah elan olunur. Şah 1-ci Abbas 1587-1629-cu illərdə hakimiyyətdə olub. Dövlətin varlığını qorumaq üçün ilk növbədə Osmanlı dövləti ilə sülh danışıqlarına başlayıbdı. 1590-cı ildə İstanbulda sülh müqaviləsi imzalanıbdı. Demək, Şah 1-ci Abbas niyə sülh danışıqlarına başlayır? Dövlətin varlığını qorumaq üçün. 1590-da İstanbulda danışıqlar gedir və müqavilə imzalanır. 16-cı əsrdə Səfəvi Osmanlı müharibəsinə son qoyan bu müqavilənin şərtlərinə əsasən Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin və Lənkərandan başqa bütün Azərbaycan torpaqları Osmanlılara verilir. Demək, hansı ərazilərdən başqa? Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin və Lənkərandan başqa bütün Azərbaycan torpaqları Osmanlılara verilir. 1590-cı il İstanbul müqaviləsi Səfəvilərin imzaladığı ən ağır şərtli sülh müqaviləsi idi. Bu müqavilənin şərtlərinə görə Səfəvi dövləti öz ərazisinin xeyli hissəsini itirirdi. Burada da Şah 1-ci Abbas haqqında məlumatlar verilibdir. Müharibə üçün çətin olan qış mövsümündə əməliyyatlar keçirməyindən, onun cəsarətindən, ondan sonra onun məbədlər tikməyə icazə verməyindən, xristian məbədlərini, yəni ümumi Şah 1-ci Abbasın müdrik, tədbirli, ədalətli bir dövlət xadimi olmağından danışılıbdır. Özünüz mənbəni oxuyarsınız.
Şah Abbasın islahatlarından danışaq. Şah 1-ci Abbas Osmanlılarla sülh müqaviləsi bağladıqdan sonra itirilmiş torpaqları geri almaq, dövlətin sərhədlərini, sarsıdılmış qüdrətini bərpa etmək məqsədilə islahatlara başladı. İslahatlar əsasən hərbi və inzibati sahələrdə aparılırdı. Əvvəlcə hərbi və inzibatin mahiyyətini başa düşək. İnzibati ərazi bölgüsüdür. Hərbi isə orduda edilən dəyişikliklərdir. Mərkəzi hakimiyyətə qarşı çıxan qızılbaş hərbi əyanları cəzalandırılır. Yəni kim ki mərkəzi hakimiyyətə qarşı çıxırdı, onlar cəzalanır. Qızılbaş tayfa başçılığında irsilik prinsipini ləğv edir. Nəyi ləğv edir? İrsilik prinsipini ləğv edir. Bu tədbirlər ölkə daxilində siyasi sabitliyin bərpa olunmasına, mərkəzi hakimiyyətin nüfuzunun artmasına kömək edir. Şah 1-ci Abbas hakimiyyətinə qədər Səfəvilər dövlətində daimi nizami ordu yox idi. Orada Azərbaycan qızılbaş tayfalarının qeyri-nizami süvari dəstələrdən ibarət idi. Tayfa başçıları bəzən vahid komandanlığa tabi olmur, müstəqil hərəkət edirdilər. Zəif nizam intizam və tayfalar arası ədavət Səfəvi ordusunun döyüş qabiliyyətini aşağı salırdı. Odlu silahdan geniş istifadə edilmirdi. Orduda köklü islahatlar aparmaq lazım idi. Şah 1-ci Abbas Səfəvi ordusunu yenidən qurdu. O, odlu silaha malik nizami ordu yaratdı. Ordu tayfa müxtəlifliyi prinsip əsasında təşkil edirdi və ayrı-ayrı qoşun növləri yaradıldı. Demək, ordu nə əsasında təşkil olundu? Tayfa müxtəlifliyi prinsip əsasında təşkil olundu. Ayrı-ayrı qoşun növləri yaradıldı. Tayfa müxtəlifliyi, ayrı-ayrı qoşun növləri yaradıldı. Baxın, Səfəvi ordusunun döyüşçüləri var. Atlıq bayraqdar, tüfəkçi və topçu. Atlı bayraqdar gördüyümüzdür. Atlı bayraqdar. Bu gördüyümüz tüfəkçidir. Bu gördüyümüz topçudur. Demək, ayrı-ayrı qoşun növləri yaradılıbdır. Qızılbaş qoşunu Azərbaycan qızılbaş tayfalarından təşkil edilmiş atlı qoşun idi. Səfəvi ordusunun əsasını təşkil edirdi. Qulamlar uşaq yaşlarından müsəlmanlaşdırılaraq sarayda xüsusi tərbiyə almış xristian mənşəli döyüşçülərdən ibarət idi. Topçular xüsusi topxana və topçular dəstəsi yaradılmışdı. Əsasən qala mühasirəsi vaxtı istifadə edilirdi. Müxtəlif vilayətlərdən rəiyyət arasından yığılmış şəxslərdən ibarət idi tüfəngçilər. Azərbaycan tarixçisi, ictimai xadim Abbasqulu Bakıxanov Gürcistan-İrəm əsərində müdrik dövlət idarəçiliyi və quruculuq işləri ilə şöhrət qazanan Şah 1-ci Abbasdan danışıb. Deməli, Şah 1-ci Abbas elədir, qanunlar qoyub gedib ki, indi də onlardan istifadə edilir. Şah 1-ci Abbas o qədər ictimai binalar ucaldıb ki, şərqin heç bir hökmdarı bu barədə onunla ayaqlaşa bilməz. Bütün Cənubi Qafqaz diyarı boyunca şəhərlərdə tikilən məscid və məktəblər, düzəngahlarda salınan karvansara və su kəmərləri onun nəcib əməllərindən hələ uzun zaman soraq verəcəkdir. Şah 1-ci Abbas öz dövründə yaşamış bütün şair və alimlərlə dostluq etmiş, öz indiyə qədər yüksək qiymətləndirilən şeirlər yazmışdır, həm də şair olubdur. Şah 1-ci Abbas inzibati sahədə dəyişiklik edərək Qızılüzən və Kür çayları arasında yerləşən ərazilər, Qızılüzən və Kür çayları arasında ərazilər Ərdəbil, Zəncan, Xalxal, Qaradağ, Lənkəran vilayətləri hesabına Azərbaycan bəylərbəyliyi yaratdı. Demək, Şah 1-ci Abbas nə yaratdı? Azərbaycan bəylərbəyliyi yaratdı. Bəylərbəyliyin Azərbaycan qoşunu adlı xüsusi hərbi birləşməsi var idi. Bununla da Şah 1-ci Abbas Azərbaycan dövləti ənənələrini qorudu. Neynədi? Dövləti ənənələrimizi qorumuş oldu. Dövlətin paytaxtı İsfahana köçürüldü. Baxın, Şah 1-ci Abbasın inzibati islahatına əsasən Azərbaycan bəylərbəyliyi yaradılıbdır. Çünki ərazi bölgüsüdür. Dövlətin paytaxtının İsfahana köçürüldü, yenə ərazidir. Deməli, yenə də onun inzibati islahatına aiddir ki, paytaxt İsfahana köçürülüb. Həmin dövrdə orduda, sarayda, diplomatik sənədlərdə yenə də Azərbaycan dilindən istifadə olunurdu. 1-ci Abbas Azərbaycan türkçəsinə böyük önəm verirdi. Türk dilində danışmaq məcburi idi. İtalyan səyyahı Pietro della Valle məktubunda yazırdı ki, Şah mənim türk dilini bilib-bilmədiyimi soruşdu. Deməli, Şah 1-ci Abbasın islahatları mərkəzi hakimiyyəti xeyli qüvvətləndirməsinə, Səfəvi dövlətinin öz keçmiş qüdrətini bərpa etməsinə şərait yaratdı. 16-cı əsrin sonlarında, indi demək, bu danışdıqlarımız Şah 1-ci Abbasın daxili siyasəti idi. Bunlara diqqət edək. Daxili siyasətdirmi, xarici siyasətdirmi? 16-cı əsrin sonlarında Səfəvi dövlətinin xarici siyasətinin əsas məqsədi dövlətin ərazi bütövlüyünü təmin etməkdir. Bunun üçün Şeybanilərin tutduğu Xorasanı qaytarmaq, Osmanlıların işğal etdikləri Azərbaycan torpaqlarını azad eləmək, İran körfəzinə mühüm liman olan Hörmüzü Portuqaliyadan geri almaq, Portuqaliyanın buradakı hegemonuna son qoymaq lazım idi. Şah 1-ci Abbas Avropanın qüdrətli dövlətləri, Müqəddəs Roma İmperiyası, İngiltərə, Fransa, İspaniya və Rusiya ilə diplomatik əlaqələri genişləndirdi. Bu, Səfəvi dövlətinin beynəlxalq nüfuzunun artmasına təsir göstərdi. Demək, 1-ci Abbas kimlərlə münasibətləri
genişləndirir. Avropanın qüdrətli dövlətləri, Müqəddəs Roma imperiyası, İngiltərə, Fransa, Fransa bacıları yanaşıdır. İspaniya Rusiya ilə diplomatik əlaqələri genişləndirir. Bu, Səfəvi dövlətinin beynəlxalq nüfuzunun artmağına təsir göstərir. Hörmüz sarayı İran və Oman körfəzləri birləşdirən boğazdır. Onun vasitəsilə Səfəvilər Hind okeanına çıxırdılar. Buradan xəritədə bir gələk Hörmüzə. Görürükmü? Hind okeanına çıxırlar buradan Səfəvilər Hörmüz. 16-cı əsrin sonu 17-ci əsrin əvvəllərində Osmanlı İmperiyasının şərq vilayətlərini, o cümlədən yeni işğal edilmiş Azərbaycan ərazilərini xalq çıxışları bürüdü. Aclıq, soyğunçuluq, dəhşətli dağıntılar, vergilərin artırılması, məmurların qəddarlığı yerli əhalinin fəal müqavimətinə səbəb oldu. Tarixə Cəlalilər Hərəkatı adına daxil olmuş bu xalq çıxışlarını adını 16-cı əsrin əvvəllərində Toqatda üsyan başçılıq edən Şeyx Cəlaldan almışdır. Sonraki dövrdə Osmanlı İmperiyasının tərkibinə qatılmış Azərbaycan torpaqlarında işğalçı hakimiyyət orqanlarına qarşı üsyanlarda Cəlalilər Hərəkatı adı ilə məşğul olmuşdur. Deməli, Cəlalilər Hərəkatı belə deyək də 16-cı əsrin əvvəllərində Şeyx Cəlaldan adını alıbdı. Yəni bu Osmanlılara qarşı çıxıbdı. Baxın bunu biz Azərbaycanda, yəni Cəlalləri belə deyək, Abbasın dövründə Səfəvlərdə öyrənsək də, bu hərəkat Səfəvlərə qarşı olmayıb. Bu hərəkat Osmanlılara qarşı olubdu. 1591-ci ildə Təbriz əhalisinin üsyanı baş verir. Təbriz üsyanı Azərbaycanda Cəlalilər hərəkatının ilk böyük çıxışı idi. Deməli, bunlar 16-cı əsrin əvvəllərində Toqata üsyan olubdu. Amma onların Azərbaycanda ilk böyük üsyanı nə vaxt olubdu? 1591-ci ildə Təbrizdə. Və 17-ci əsrin ilk illərində Şərqi Anadoluda və Azərbaycanda daha da genişlənib Cəlalilər və hərəkat genişləndikcə feodal özbaşınalığına, amansız istismara qarşı mübarizə aparıbdı. Cəlallərin Azərbaycanda məqsədi həm də Osmanlı işğalından qurtulmaq idi. Cəlalilər hərəkatı İstanbuldan İrəvana, Bağdaddan Dərbəndə qədər olan torpaqları əhatə etmişdi. Azərbaycandakı Cəlali dəstələrinin birinə Koroğlu başçılıq edirdi. O Cəlalilər hərəkatının ən görkəmli nümayəndəsi idi. Koroğlunun əsadı Rövşən olmuşdu. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni olması onu xalq qəhrəmanına çevirmişdi. Şah 1-ci Abbas Osmanlı dövlətini Azərbaycandan sıxışdırıb çıxarmaq üçün üsyançıların qüvvəsindən yararlanmağa çalışırdı. O, Osmanlı ağalığına qalan vilayətdə mübarizə aparan Cəlali dəstələrinə, Səfəvi mülklərinə sığınacaq verir, qorxmaz və cəsur üsyançıları öz qoşununa qəbul edirdi. 1608-ci ildə Cəlalilər Şahın icazəsi ilə Çuxursat bəylər bəyliyinə köçüb yerləşdilər. Demək, Cəlalilər kimin icazəsindən Çuxursat bəylər bəyliyinə yerləşdi? Məhz Şah 1-ci Abbasın icazəsi ilə. Burada xalq hərəkatına iştirak edən 60-a qədər Cəlali dəstəsinin ən məşhuru Koroğlunun adı çəkilibdir. Gizroğlu Mustafa bəy, Kosa Səfər, Tanımaz kimi üsyan başçıları da adları çəkilibdir. Ərazi bütövlüyünün bərpası istiqamətində ilk addım dövlətin şərq sərhədlərində atıldı. 1599-cu ildə Şeybanilər məğlub edildi və Xorasan geri qaytarıldı. Demək, İsmailin buraxdığı səhvi məhz Şah 1-ci Abbas düzəltdi, Xorasanı geri aldı. Səhv nə idi, üzr istəyirəm. Yəni İsmaillə bərabər İsmail də Xorasanı almışdı 1510-cu ildə. İsmaillə eyni hadisə. 1599-da da İsmail kimi Şah 1-ci Abbas da Xorasanı geri alıbdı. İsmailin səhvi Hörmüz idi. İndi onu da Şah 1-ci Abbas düzəldəcək. 1603-cü ildə Təbrizə yaxınlaşan Şah ordusu üsyan etmiş xalqın köməyi ilə şəhəri Osmanlılardan azad elədi. Deməli, Şah ordusu Təbrizə daxil olub 1603-də və Təbriz əhalisi üsyan edibdi və həmin xalqın köməyinə şəhəri Osmanlılardan azad edib. Şimali doğru hərəkət edən qızılbaşlar Culfa və Naxçıvanı döyüşsüz geri aldılar. Demək, Culfa və Naxçıvan necə alınıbdı? Döyüşsüz geri alınıb. Hara? Culfa və Naxçıvan. Ordubad əhalisi üsyan qaldırdı. Ordubadlar şəhərə daxil olan Səfəvi ordusunu bayram sevinci ilə qarşıladılar. Səfəvi ordusuna göstərdikləri yardımı nəzərə alan Şah 1-ci Abbas ordubadları bütün dövlət vergilərindən azad elədi. Demək, kimi bütün dövlət vergilərindən azad elədi? Ordubadlıları məhz vergilərdən, bütün dövlət vergilərindən özdə azad elədi. Daha sonra Qızılbaş ordusu İrəvana yaxınlaşdı. 1604-cü ildə şəhər azad edildi. Səfəvi ordusu yürüşü davam etdirib Qarsa qədər əraziləri tutdu. Bu zaman Osmanlı ordusunun yürüş xəbəri yayıldı. Osmanlı ordusunun hücumunu eşidən Şah 1-ci Abbas Təbriz istiqamətində geri çəkildi. Osmanlılara qarşı ənənəvi yandırılmış torpaq taktikası tətbiq edildi. Təmasifdən bu yana ənənəvi taktika nə olubdu? Yandırılmış torpaq taktikası. Geri çəkilirsə demək nə edir? Yandırılmış taktikadan istifadə eləyir.
Demək, geri çəkilən şah ordusu şəhər və kəndləri boşaldır. Osmanlıların əlinə keçə biləcək nə varsa məhv edir. Araz boyundakı əhali Səfəvi dövlətinin şərq vilayətlərinə köçürülür. Demək, Araz boyundakı əhali hara köçürülür? Səfəvi dövlətinin şərq vilayətlərinə köçürülür. Şah 1. Abbasın əsas məqsədi Osmanlıların ölkənin içərilərinə doğru irəliləməsinin qarşısını almaq idi. Bundan başqa Şah 1. Abbas iqtisadi məqsəd də güdürdü. Demək, bundan başqa iqtisadi məqsəd də olubdu. O, şərqdən Avropaya gedən əsas ticarət yolunu Osmanlı dövlətinin ərazisindən Səfəvi dövlətinin ərazisinə, İran körfəzi limanlarına köçürmək istəyirdi. Demək, Şah 1. Abbasın iqtisadi məqsədi nə olubdu? Şərqdən Avropaya gedən əsas ticarət yolunu Osmanlı dövlətinin ərazisindən Səfəvi dövlətinin ərazisinə, yəni İran körfəzi limanlarına köçürmək istəyirdi. Bu iqtisadi məqsəd olubdu. 1605-ci ildə Təbrizdən bir qədər aralı Sufyan adlanan yerdə baş verən döyüşdə Şah 1. Abbasın tətbiq etdiyi qədim türk hərbi taktikası Turan taktikası nəticəsində Səfəvilər qalib gəldi. Demək, Səfəvilər nə zaman qalib gəldi? 1605-ci ildə. Hansı taktika ilə? Turan taktikasından. Bu döyüş müharibənin sonraki gedişinə həllici təsir göstərdi. Burada da Turan taktikasına görə qoşunlar para şəklində düzülür. Burada da yəni haqda məlumat verilibdir. 1605-7-ci illərdə Qarabağ, Gəncə, Şirvan azad edildi. Hansı ərazilər? Qarabağ, Gəncə, Şirvan. Və bütün Azərbaycan torpaqları Osmanlılardan geri alındı. Ardınca Loru və Tiflis qalları tutuldu. Haralar? Loru və Tiflis qalları tutuldu. Şərqi Gürcüstan, Dağıstan da yenidən Səfəvi dövlətinə tabe edildi. Demək, Şərqi Gürcüstan və Dağıstan yenidən Şah 1. Abbasın dövründə tabe edilibdir. 1. Abbas qələbəni rəsmiləşdirmək üçün Osmanlılara sülh müqaviləsi bağlanmağa cəhd elədi. Osmanlı dövləti Azərbaycanın itirilməsi razılaşmaq istəmirdi və hər vəzsə 1590-cı il sülhünün şərtlərini saxlamağa çalışır, müqavilə bağlamağa tələsmirdi. Uzun tərəddüdlərdən sonra Osmanlı tərəfi sülh danışıqlarına başlamağa razı oldu. 1612-ci ildə Səfəvi və Osmanlı dövlətləri arasında İstanbulda yeni sülh müqaviləsi bağlandı. Osmanlı sultanı Amasya sülhü əsasında müəyyən olmuş sərhədlərin bərpası şərtini qəbul etdi. Bu sülh möhkəm deyildi və uzun çəkmədi. Müqavilənin bağlanmasından 4 il sonra sərhəd mübahisəsinə görə Osmanlı ordusu İrəvana hücum elədi. Demək, 1612-ci il sülhü Amasyanı təsdiq edirdi, amma möhkəm sülh deyildi. 4 il sonra, yəni 1616-cı ildə sərhəd mübahisəsinə görə Osmanlı ordusu hara hücum elədi? İrəvana hücum elədi. Səfəvi qüvvələri Osmanlı qoşununu mühasirəyə aldılar və İrəvandan çəkilməyə məcbur elədilər. 1618-ci ildə Osmanlılar yenidən Azərbaycana hücum edib Təbriz və Ərdəbilə qədər irəlilədilər. Bu dəfə də hara irəlilədilər? Təbriz və Ərdəbilə qədər irəlilədilər. Həmin dövrdə Krım xanı da Azərbaycana qoşun yeritdi, lakin Səfəvi qoşunları Sınıq Körpü adlı yerdə Osmanlı Krım qüvvələrini məğlubiyyətə uğradı. Bu nə ilə oxşadı? Baxın, fikir verin, hadisələri əlaqələndirək. Sufyan döyüşü 1585 öyrəndik. Bir də 1605 öyrəndik. 1605-də amma Şah Abbas Turan taktikasından qalib gəldi. Məsələn, 1618-də deyirik ki, Təbriz və Ərdəbilə qədər Osmanlı irəliləyir. Həmin vaxt Krım xanı da qoşulur. Krım xanının qüvvələrlə Osmanlının birləşməsini biz bir də öyrəndik. Bu hansı döyüş idi? Niyazabad döyüşü idi ki, orada da Osmanlı Krım qüvvələri idi. İndi burada da Sınıq Körpüdə də Osmanlı Krım qüvvələri birlikdə mübarizə aparır, amma Səfəvi qoşunları Sınıq Körpü adlı yerdə Osmanlı Krım qüvvələrini ağır məğlubiyyətə uğradırlar. 1618-ci Mərəddə yeni sülh müqaviləsi imzalandı. Bu sülhə görə 1612-ci il İstanbulda bağlanmış sülh müqaviləsində müəyyən edilmiş sərhədlər bərpa edildi. 17-ci əsrin 20-ci illərdə Osmanlı imperatorluğunda baş verən daxili çəkişmələr imperiyanın siyasi və iqtisadi böhran qarşısına qoydu. Bu vəziyyətdən istifadə edən Şah 1. Abbas Bağdad, Mosul, Kərbala, Nəcəf şəhərləri daxil olmaqla bütün İraqı yenidən Səfəvi dövlətinə tabe etdi. Demək, Bağdad, Mosul, Kərbala, Nəcəf şəhərləri daxil olmaqla Şah 1. Abbas bütün İraqı yenidən Səfəvi dövlətinə tabe edib 1622-23-cü illərdədir. Hələ 16-cı əsrin əvvəllərində Səfəvilərin Osmanlı dövləti ilə müharibə aparmasından istifadə edən Portuqaliya İran körfəzinin başlıca limanı olan Hörmüzü işğal etmişdi. Şah 1. Abbas Hörmüzü azad etmək üçün hərbi diplomatik tədbirlər gördü. Deməli, bunun üçün o İngiltərənin 16-cı əsrin sonunda bir dövlətdə birləşmiş İspaniya və Portuqaliya arasındakı siyasi iqtisadi rəqabətdən istifadə elədi. 1621-də Səfəvi dövləti İngiltərə ilə əbədi dostluq haqqında müqavilə bağladı. Səfəvi qoşunu İngilis hərbi donanmasının köməyi ilə 1622-ci ildə Hörmüzü azad elədi. Demək, kimin köməyi ilə? İngilis hərbi qoşunun köməyi ilə. Neçənci ildə? 22-ci ildə. Bəs əbədi dostluq müqaviləsinə vaxtı 1621-ci ildə.
Demək, Şah 1-ci Abbasdan sonra Səfəvi taxtına onun nəvəsi Səfi 2942-ci illərdə oldu hakimiyyətdə. O keçdi. Həmin il Osmanlı ordusu Səfəvi torpaqlarına hücum elədi. Yəni 1629-da Osmanlı Səfəvi torpaqlarına hücum elədi. Müharibə edən tərəflərin heç biri hərbi əməliyyatlarda mütləq üstünlük qazana bilmədi. 1639-cu ildə Qəsr Şirində sülh müqaviləsi bağlandı. Fasilələrlə 100 ildən artıq davam edən Səfəv-Osmanlı müharibəsi başa çatdı. Müqaviləyə əsasən Amasya sülhünün şərtləri bərpa olundu. Həmçinin Bağdad daxil olmaqla Ərəb İraqı Osmanlı dövlətinə qaytarıldı. İrəvan Səfəvi dövlətində qaldı. Deməli, Amasya sülhünün şərtləri bərpa olunur. Bağdad daxil olmaqla Ərəb İraqı Osmanlı dövlətinə qaytarılır. Qalmır, qaytarılır. İrəvan Səfəvi dövlətində qalır. Səfəvilər Van, Qars, Axaz qalanlarına hücum etməyəcəklərinə dair təminat verirlər.